Əziz metrosunun çıxışında 17 mərtəbəli binanın 5-ci mərtəbəsində qanuni 3 otaqlı mənzilimiz satışa çıxdı. İlk öncə mənzilin geniş və işıqlı olan qonaq otağı, təmirdən sonra yaşayış olmayıb, bütün otaqlarda pərdəli üstür asılıb, qonaq otağından eyvana çıxışı var, döşəmə hissəsi bahalı laminatdır, twistent panel yığılıb hazır vəziyyətdədir. Mənzilin dəhlizi, giriş qapısının sağ tərəfində geniş bir dəhliz dolabı yığılıb, dəhlizi də geniş və işıqlıdır, görürsünüz. Və keçək yataq otaqlarını göstərim sizə. Mənzilin birinci yataq otağı, bu yataq otağından da eyvana çıxışı var və böyüklər üçün nəzərdə tutulmuş yataq otağı. Ölçüləri genişdir, rahatçılıqla mebelləri yerləşdirmək olar. Bütün otaqlarda dizayna uyğun pərdəli üstür asılıb. Mənzilin geniş olan mətbəxi, qarşısında açıq eyvanı var, mebel tam yığılıb tavana qədər. Aksesuarları quraşdırılıb hazır vəziyyətdədir. Sanitar qovşaqları göstərim sizə. Sanitar qovşaqlar ayrıdır. Mənzilin tək olan sanitar qovşağı, aksesuarlar yığılıb və ümumilikdə olan sanitar qovşağı. Əziz izləyicilər, gördüyünüz bu mənzil 17 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. 105 kvadrat ümumi sahəsi var, qanuni 3 otaqdır. Təmirdən sonra yaşayış olmayıb. Sənəd çıxarış qiyməti 265 min manatdır. 2000 əlavə sual olsa buyurub zəng eləsin. Profildə nömrəmiz var, sağ olun.